İxtilaf ki yarandı Həzrət Fatimə Zəhra ilə və İmam Əli deyək birlikdə və Əbu Bəkir Ömərlə ixtilafın səbəbini qapıya hücum etmək, beyət məsələsinə qaytarmırlar. Qaytarırlar fədəkə. Fədək irsi istədi. Həzrət Fatimə Zəhra və İmam Əli də kömək etdi ona. Şahid oldu, lakin İmam Əli əleyhissalamın şahidliyini Əbu Bəkir qəbul eləmədi, çünki peyğəmbərdən hədis var idi ki, peyğəmbərlər irs qoymur. Ona görə onların arasında ixtilaf düşdü və sonra da barışdılar. Bu qədər. Təkcə bu söhbət olmayıb. Yəni təkcə fədək məsələsi deyil. Hətta İmam Əli əleyhissalam Səhih Buxaridə də var, Müslimdə də var. Gəlir o 6 aydan sonra Əbu Bəkirin yanına. Əbu Bəkirdən görüşəndə və hətta məsciddə də gəldi. 2 dəfə bu sözü də həm Əbu Bəkirdən tək danışanda, həm də məsciddə dedi ki, ey Əbu Bəkir. Bəli, əvvəl tərifləyir ki, Əbu Bəkirin kitaba əsasən, Buxariyə əsasən deyir ki, sən bu məsələdə xilafət məsələsində mənə zülm elədin. Çünki mən buna daha layiq idim. Xilafət məsələsində hətta məsələn İbn Useymin, müasir vəhabilərdən özləri də gətirirlər ki, deyirlər Əli əleyhissalam özünü layiq bilirdi xəlifə olmağa. Niyə? Çünki qohum idi. Hər tərəfdən qohum. Həm yeznəsi idi. Baxın, Osmanlı demirlər ha burada. Başqa buradan da məlumdur ki, o bayaqki sual ki, yeznəsi idi, yəni Fatimə yalnız Həzrət Peyğəmbərin qızıdır. Oradan məlum olur. Və həmçinin məscidə gələndə də bu sözü dedi ki, sən bizə zülm elədin. Sən bu məsələdə, xilafətdə zülm elədin.